Bismillah. 7-14 iyun bürclər üçün ən şanslı günlər və kritik tarixlər. Bu həftə taleyin sürprizləri çoxdur. Bəzi günlər sözün əsl mənasında dönüş nöqtəsi ola bilər. Qoç, şanslı gün 9 iyun, diqqətli gün 11 iyun. 9-unda fürsət qapısı açılır, 11-də isə tələskənlik problemlər yarada bilər. Boğa, şanslı gün 8 iyun, diqqətli gün 12 iyun. Pul enerjisi 8-də zirvədədir, 12-sində isə xərclərə nəzarət edin. Əkizlər, şanslı gün 10 iyun, diqqətli gün 7 iyun. 10-unda uğurlu qərar, 7-sində isə qarışıqlıq mümkündür. Xərçəng, şanslı gün 13 iyun, diqqətli gün 7 iyun. 13-də sevindirici xəbər, 7-sində emosional gərginlik. Şir, şanslı gün 8 və 14 iyun, diqqətli gün 11 iyun. Bu həftənin liderisiniz. 8 və 14-də uğur zirvədədir. Qız, şanslı gün 12 iyun, diqqətli gün 9 iyun. 12-sində iş və pulda yüksəliş, 9-unda xırda problemlər. Tərəzi, şanslı gün 13 iyun, diqqətli gün 10 iyun. Sevgi və münasibətlərdə 13-də dönüş nöqtəsi olacaq. Əqrəb, şanslı gün 11 iyun, diqqətli gün 8 iyun. 11-də gücü zirvədədir, 8-də gizli risklər var. Ox atan, şanslı gün 14 iyun, diqqətli gün 12 iyun. 14-də böyük şans, 12-sində riskli qərarlardan uzaq durun. Oğlaq, şanslı gün 9 iyun, diqqətli gün 13 iyun. 9-unda karyera sıçrayışı mümkündür. Dolça, şanslı gün 10 iyun, diqqətli gün 11 iyun. 10-unda yeni başlanğıc üçün ideal gündür. Balıq, şanslı gün 12 iyun, diqqətli gün 14 iyun. 12-sində romantika və şans, 14-də diqqətli olun. Həftənin ən şanslı tarixləri 8, 10, 14 iyun. Uğur enerjisi ən yüksək günlərdir. Həftənin ən gərgin tarixləri 7, 11, 12 iyun. Qərarlarınızı diqqətlə verin.